Bugün sizinlə Gülnara Mudavanın Narıncı test kitabından modal verbs, yəni modal feillər mövzusuna baxırıq. Birinci sualda gəlin baxaq. Deməli, biz bilirik ki, burada nöqtələrdən sonra bizə to verilib. Bəzi modal feillər to ilə işlənir, bəziləri isə to-suz işlənir. Baxın, must, can, could bunlar özündən sonra to istəmir. Ona görə həmin bu variantları çıxırıq. Yəni to-suz işlənən modal feillərə aiddir bunlar. Lakin A və Y variantı have və had, have to, had to olaraq to ilə işlənən modal feillərdəndir. Have indiki zamandadır, had isə keçmiş zamandadır. Baxırıq ki, birinci feilimiz lost keçmiş zamandadır. Lose feili lost olaraq keçmişə keçib. Keçmiş zamanda olduğu üçün digər feilimizi də keçmiş zamanda götürürük. Yəni had to olaraq Y variantı doğru cavab alacaq. İkinci sualda firstly you do something for yourself, not for others. Deməli, birincisi sən özün üçün nələrsə etməlisən, digərləri üçün yox. Özün üçün etməlisən deyirik. Yəni bu təsdiqdədir. Meydən sonra to işlənmir. Have-in, yəni burada to-su yoxdur. Are able-ın da yenə to-su verilməyib, ona görə yanlışdır. Doğru cavabımız olacaq elə must etməlisən, malı-məli. Must doğru cavabdır. Üçüncü sualda cavab variantlarından yanlışları çıxaq. Baxın, has-in to-su yoxdur, had-in to-su yoxdur. Digər variantlar doğrudur. Zamana baxırıq. Said keçmiş zamandadır. Keçmişdə olduğu üçün have ilə must indiki zamandadır. Onlar çıxırıq, qalır Y variantı was able to. Dördüncü sualda baxın, burada bizə sonda next Sunday, yəni gələn bazar günü verilib. Gələn next gələcək zamandadır. Gələcək zamanda təbii ki will işlənəcək və modal feil olduğu üçün will be able to olmalıdır. Yəni və yaxud da won't be able to. Yəni will'in yanında mütləq be də işlənməlidir. Be olmadıqda yanlışdır. 5-ci sualda baxırıq, bura deyir each of us do something to stop violence against women. Hər birimiz qadınlara qarşı zorakılığın qarşısını almaq üçün, dayandırmaq üçün nələrsə etməliyik. Bizə təsdiq bir modal feil lazımdır. Çünki etməliyik deyirik. Qaldı A və B variantı təsdiqdə olanlar. Each of us əvəzlik mövzusundan bilirik ki, each of-un xəbəri təkdə olur. Ona görə have yox, cavab olmalıdır has. 6-cı sualda listening is your weak point, that's why you listen to audios every day. Dinləmə sənin zəif yerindir. Buna görə də sən hər gün dinləmələr etməlisən. Baxın, burada every day hər gün indiki sadə zamandan işlənir. Yəni had keçmişlik olmaz burada. Həmçinin cavab variantlarından görürük ki, don't have-in to-su yoxdur. Are able, to be able to-su yoxdur. Qalır A və C variantları. You-la has yox, have işlənəcək. Yəni you have to olacaq. C variantı doğrudur. 7-ci sualda baxın, sonda next verilib. Next lesson, yəni gələn dərs. Gələn gələcək zamanı bildirir. Gələcək zamanı modal feilimiz də olacaq. Will deməli will be able to. Baxırıq, burada will you be able to olsaydı doğru olardı. Ona görə bu yanlışdır. Y variantında isə will have to, have-in to-su da verilib burada. Ona görə Y variantı doğru sayılır. 8-ci sualda the children write the test again, didn't they? Elə deyilmi? Uşaqlar deyir, testi yenidən yazmalıdırlar. Baxın, bu ayrıcı suallara aiddir. Vergüldən sonra bizə didn't köməkçi feili verilib. Yəni bu o deməkdir ki, bizim cümləmizin əvvəldə elə bir modal feil seçməliyik ki, onun sualı inkarı didlə düzələn bir modal feil olsun. Məsələn, must qoysaq, mustn't olacaqdı ikinci tərəfi. Could qoysaq, couldn't olacaqdı. Və yaxud da ought to da özü ilə düzələcəkdi bunun inkarı. Ona görə have to, had to qalır sonda A və C variantları. Və did dediyi üçün, keçmiş zamanda olduğu üçün keçmişdə olan had to-nu götürməliyik. A variantı doğrudur. 9-cu sualda Əli. Əli tək mübtədadır.
Tək olduğu üçün have to olmaz, has to olsaydı doğru olardı. Və daha sonra baxırıq ki, is able-ın burada to'su yoxdur, yanlışdır ona görə. Qalır 2 və 3 B variantı doğru cavablar. 10-cu sualda baxın, deməli bizə nöqtələrdən sonra to verilir. Could-dan sonra to gəlmir. Won't be able to olmalı idi. Qalanları isə doğrudur. Nobody heç kim inkar əvəzliyidir, törəmə əvəzliyidir və törəmə əvəzliklərinin xəbəri hər zaman tək olur. Yəni burada ola bilər was, is və ola bilməz. Tək olduğu üçün, həmçinin nobody özü inkarlıq olduğu üçün bir cümlədə iki inkar olmaz. Nobody ilə isn't eyni cümlədə işlənməz. Qalır D variantımız was able to. 11-ci sualda I think Nigar to get her orders from Trendyol next week. Burada bizə bir neçə ipucu verilib. Məsələn, next week verilib. Nöqtələrdən sonra to verilib. Yəni, to işlənən bir əvəzlik modal feil olmalıdır. Can olmaz təbii ki burada. Will be able olmalıdır. Həmçinin won't be able olmalıdır. Qaldı D və Y variantı. Next week, gələn həftə. Gələcək zaman mənası bildirir. Buna görə də gələcək zamanda olan təbii ki will be able to olacaq. 12-də driver and passengers wear seat belts for safety. Sürücülər və sərnişinlər təhlükəsizlik üçün, deməli təhlükəsizlik oturacaq kəmərini geyinməlidirlər, taxmalıdırlar. Baxın, qrammatik cəhətdən burada ought-un to'su yoxdur. Bunu artıq çıxırıq. Və indi baxırıq mübtədamıza. Driver and passenger. Deməli, and-lə bağlanan mübtədamız var. Yəni, mübtədamız cəmdədir. Cəm olduğu üçün burada has to işlənməz. Have to ola bilər. Və bir də qalır must. Hər ikisi eyni mənanı verir. Have to və must malı məli deməkdir. Yəni, bir-birinə oxşar modal feillərdir. Hardasa yəni, eyni mənanı verirlər. Sadəcə fərqi odur ki, have to-nun sual və inkarı do, does, did-lə düzəlir. Must-ın isə sual və inkarı özü ilə düzəlir. 1 və 4 B variantı burada doğrudur. 13-cü sualda nöqtələrdən sonra baxın to var. Can olmaz, need, must olmaz. Daha sonra should-dan sonra da to gəlməz. Qalır elə bircə D variantı ki, to'ya görə biz burada cavabı həmən tapdıq. 14-cü sualda deməli, mən bu problemi həll edə bilərəm. I don't need your help. Köməyinə ehtiyacım yoxdur. Deməli, bunu özüm həll edə bilərəm. Bacararam deyirsə, can olar, bir də to be able to olar. Elə A variantımız doğru olacaq. 15-ci sualda my kids win the chess competition. Mənim uşaqlarım, deməli, şahmat yarışını qalib gələ bilər. Ought-un to'su verilməyib, yanlışdır. Are able-ın da həmçinin to'su verilməyib burada, ona görə yanlışdır. Doğru cavablar olacaq elə 2 və 3 C variantı. Baxırıq 16-ya. Everybody love his or her motherland. Hər kəs sevir öz ana vətənini. Everybody təkdə olan bir əvəzlikdir. Tək olduğu üçün have olmaz. Must-dan sonra to gəlmir. Hasn't to deyə bir şey yoxdur. Doesn't have to olmalıydı. Deməli, bircə qaldı A və C variantları. A-da təsdiqdir, C-də isə inkardır. Təbii ki, bu təsdiq bir cümlə olacaq. Çünki everybody təsdiqdə işlənir. Düzdür, bəzən inkarda da işlənə bilir. Lakin bu cümlənin mənasından bizə məlumdur ki, hər kəs öz ana vətənini sevməlidir olar. Yəni, A variantımız burada doğru cavab olar. 17-də. Deməli, Azərbaycan və Ermənistan arasında uzun müddətli sülh ola bilər, bilməz. Baxaq. Ought-un to'su verilməyib, yanlışdır. Hasn't to deyə bir şey yoxdur. Yenə ought-un to'su verilməyib. Hadn't to deyə də bir şey yoxdur. Yəni, yanlışdır. Do, does, did-lə düzəlməlidir bunların inkarı. Doğru cavabımız qalır B variantı. Can't be, yəni uzun müddətli sülh ola bilməz.
18-ci sualda the colors of your closets match. Deməli, paltarlarının rəngləri bir-birinə uyğundur. Baxırıq yenə verilən modal feillərdən qrammatik cəhətdən birinci səhvləri çıxaq. Məsələn, ought-un to-su verilməyib, yanlışdır. Needn't-dan sonra to olmaz. Yəni modal feil kimi olmaz. Sonra deməli digər variantlar doğrudur. Mübtədamız colors'dır. Yəni rənglər. Rənglər mübtədamızdır, cəmdir. Tək olan has'dır burada. Ona görə onu çıxırıq. Qalır 3 və 5. C variantı doğrudur. 19-da. Sonda bizə yesterday verilib dünən. Dünən keçmiş zamandadır və cümləmizi biz keçmiş zamanda götürməliyik. Baxırıq ki, has to indiki-dir, may indi, have to indiki zamandadır. A və B variantı could və had to keçmiş zamandadırlar. Deməli, cümləmizin əvvəlində bizdə burada did verilib. Didi görməmişik. Əgər sualımız belə olduqda, deməli, əgər bizim sualımız didlə verilsə və yaxud da inkarımız didlə verilsə, bu zaman feilimiz adi formada, yəni to-suz məsdər formasında götürülməlidir. Yəni, biz burada had to yox, artıq have to-nu götürəcəyik. Çünki did she have to olaraq yazılmalıdır. Did she had to olmaz. Keçmiş zamanda olsa belə, bu artıq zamanlar qaydasından da bizə məlumdur ki, deyirdik ki, did you go, did you went demirdik. Burada da həmçinin did she, has to yox, had to yox, have to olacaq. Yəni adi forması. 20-ci sualda 20-də baxırıq ki, neither nor her sister pay a tuition free. They are studying free or charge. Aha, cümləmiz neither ilə başlayıb. Elə inkar olduğu üçün bir cümlədə iki inkar olmaz. Ona görə inkarları çıxırıq. Daha sonra has'in to-su yoxdur. Bunu çıxırıq və qalır A variantımız must. 21-də don't worry, narahat olma. You pay it now. Sən bunu indi ödəməli hər halda deyilsən olar. Yəni narahat olma, indi ödəməli deyilsən. Yəni sonra da ödəyə bilərsən. İnkarda götürməliyik bunu. May'dən sonra to gəlməz, can'dən sonra to gəlməz, should'dan sonra da to olmur. Həmçinin haven't to da özü ilə inkarı düzəltmir, yanlışdır. Qalır elə B variantımız mustn't. 22-də I think you take a pullover with you. It's cold outside. Yəni cavab variantlarından baxaq ki, have-dən sonra to işlənməlidir, yanlışdır. Yəni işlənməyib to. Haven't to olmur. Don't have-in to-su yoxdur və can'dən sonra da yenə to gəlməz. C variantı doğru cavab olacaq. 23-də footballers touch the ball with their hands. Futbolçular topa öz əlləri ilə toxunmamalıdırlar. Artıq bilirik ki, toxunmamalıdırlar və inkarda olan yalnızca A variantıdır, mustn't. 24-cü sualda the windows aren't dirty, you clean them. Pəncərələr çirkli deyil. Sən onları təmizləməli. Təbii ki, deyilsən. İnkarlıq olmalıdır. Bütün cavablar inkarda verilib. Sadəcə qrammatik cəhətdən haven't to olmur və needn't to da deməli işlənə bilmir. Ona görə cavabımız olacaq 1-3 A variantı. 25-ci sualda qrammatik cəhətdən səhvləri çıxsaq, have-in to-su yoxdur. Must'dan sonra to gəlməz. Should'dan sonra da to işlənmir. Və qaldı tərcüməyə baxırıq. Yox. Daha doğrusu you-la has to da işlənməz. Have to ola bilərdi. Qalır elə Y variantımız. May icazə vermək və yaxud ehtimal bildirir. 26-da nöqtələrdən sonra bizə to verilib. Can'dən sonra, must'dan, need'dən sonra və should'dan sonra to işlənməz. Qalır don't have to variantımız. D variantı doğrudur. 27-ci sualda I was feeling terribly sick yesterday. I ate anything. Anything inkar cümləsində işlənir. Yəni biz bu cümləni inkar eləməliyik. Təsdiq variantlar olan deyil. Won't be able to olmalıydı. Yəni doğru cavabı elədi. Daha sonra baxırıq ki, can indiki zamandadır, could isə keçmiş zamandadır.
Belə olduqda cümlənin əvvəlində was verilib bizə. Was keçmiş zamandadır. Ona görə biz də cavab olaraq could götürməliyik, yəni keçmiş zamana uyğun olaraq. 28-də we can do it later. Daha sonra edə bilərik. Biz indi etməli deyilik, yəni indi ehtiyac yoxdur etməyə. Baxırıq burada to da var. Haven't to olmur. Won't be able to olmalıdır. Need-dən və must-dan sonra da to işlənmir. Qalır elə A variantı. Don't have to doğrudur. 29-da I have enough milk in the fridge so we buy any more. Bizim soyuducuda kifayət qədər südümüz var. Beləliklə biz daha çox almalı deyilik. Yəni yenə inkarlıq lazımdır. Baxırıq ki, haven't to olmur. Don't have-in də to-su verilməyib. Ona görə qalır doğru cavabımız needn't. Ehtiyac yoxdur C variantı. Və sonuncu sualda nöqtələrdən sonra to verilib. Should, can, to ilə işlənməz. Will be able to olmalıydı. A və B variantları qalır. Mübtədamız Sandra'dır, yəni təkdir. Tək olduqda have yox, has olsaydı doğru olardı. Götürürük A variantını.